Herkese salam, TV Show Magazin kanalımıza xoş gəldiniz. Bizimlə sən verilişinin qalmaqallı iştirakçıları olan Aslan və Aygün cütlüyündən yeni xəbərlər var. Belə ki, Aslan canlı yayım zamanı Aygünün anasına da əl qaldırdığını bildirib. Həmin hadisənin rayonda baş verdiyini deyib. Həmin görüntüləri TikTok sosial şəbəkə hesabında paylaşılıb. Biz də sizlərə təqdim edirik. Nə mənim, nə anamın. Mənim yaxınım ola bilməz o insan. Bircə saniyə, bircə dəqiqə. Sən onlarda qonaq olub, Xahiş edirəm, bircə saniyədə. Deyirsən, Aygün deyir, gedir, rayon. Anam o rayona qoymaz. Anama orada biz getdik o qapıda, mən hissimi otun maşına getdim. Anama əl qaldırıb, anama nələr eləyib o qapıda, bilmirəm. Bütün qonaq-qonşu onun şahididir və bunu keçdim də. Onu bilmirəm mən elə şey bilmirəm, verirəm. Bunları da keçdim də, qurban olum sənə. Bunları da keçdim də, hamısını keçdim də. Yenə də bir araya niyə anlasız danış? Özün getdin də pula görə hücum elədin. Mən demirəm, mən getdim. Səbəbini də bilirsən niyə getdim. Mən dedim, mən getdim. Mən demirəm ki, mən getmədim. Mən bunu müəllimə də demişəm. Mən yenə deyirəm sözümün axırına dururam. Aygünü ancaq baltalayın, Aygün hamı ilə üz-gözə elə çıxardın. Aygün adam kəsə. Bir dənə qulaq as. Axırıncı şansı verin, barışın istəyirsinizsə əgər. Yox. Köhnə söhbətləri buraxın. Bundan sonra elə bir noldan başlayın. Bax, mən burada deyirəm, getməyəcək sabahları mən anasa xidmətə. Demir, getmirəm, mən boşanmıram. İddia ki, boşanmıram, düzdür. Getməyəcək, gedəcək öz kreditində özünü deyəcək. İpir üstəki, gedim məhkəməyə müraciət edəcəm. İstəyir 5.000 də olsa, borca xərcə girib mən... Yaxşı, Allah köməyin olsun. Bu Aygün xanımın yanındakı xanımın adı nədir? Günəş işığı. Günəş işığı. Gör nə deyirəm, bax mən bunların vəziyyətindən belə başa düşürəm ki, bunların imkanı yoxdur ki, Aslanın gücü çatmır ki, evdə bir başqa adam qalır, kira puluna dəstək kimi. Bəs bu Aygün xanım deyirlər ki, gəzmək davasıdır da, gəzmək. Bu hansı imkanla, hansı pulla gəzmək? Nə ilə gəzdirsin? Evdən bir dənə çıxsan bax, elə xırdalanda şaurmaya girsən 2 nəfər, ən az 25 manat qoyarsan o şaurmada. Hələ dönər yeməyə ya. Gəzmək pulandır, ay iradə. Mən səni bir dəqiqə deyirəm, gəzmək pulan. Mən sənə burada deyirəm ki, ayağına biraz gəzək, sən deyirsən ki, yox, mənim halım yoxdur. Fakt budur ki, sən həkim də demişdi ki, get hərəkət edə. Sən nə danışırsan? Mən işə gedəndən sonra sən gelib otağa girib yatırsan. Yatan adam, nə bilim, mən heç demirəm. Mən sənə görsən, sən heç bir şey demirəm. Amma səndən bir dənə xahiş edirəm ki... Deyil, hər şey deyil, daha nəyə qalır ki, ayaqları? Mən sənin haqqında heç deməmişəm. Göstər o sübutu mənə ki, mən gəlib oturum sənin haqqında. Bizimkiləri qatırsan, evimdəkiləri qatırsan. Bilsən ki, evimdəkiləri qatırsan, təkəm mən. Bircə dəqiqə. Sən tək olsaydın, sən bu gün tək olsaydın, sən mənim yanımda olardın. Sən tək deyilsən, sənin hər kəsimdə var. Hər kəsim olsa gedib evimin içində olaram da, başa düşdüyün ayaqda. Niyə gedmirsən? Yaxşı, niyə getmirsən? Yoxdular, yoxdular mənim üçün. Onlar görmürlər, eşitmirlər, mən aralardayam. Bax, mən sənə bir söz deyim, niyə açmırlar qapı? Səbəbi var da. Səbəbi istəmirlər də, məcburdur. Niyə görə istəmirlər də, istəməməyin də səbəbi var da. Ayasın, Allah kömək, orucluğu günə tapşırım. Kim ki ailə çağıdır, kim ki problem yaradır. Sözdən qaçan sənsən. Sən özünkilərin, xahiş edirəm. Birinci davadan ailə dağılmazda. Yəni, mən belə baxıram ki, birinci dəfə bu boyda böyük davamız olub. Xahiş edirəm. Keçin, gəlin biz tərəfə. Aygünə bizdə salon işini örgədək. İşləsin mənim salonumda. Həm evdən çıxsın, getsin, gəlsin, hərəkət eləsin. Çox deyəcəm. Burada deyirəm, orada da deyəcəm. Mən sabahlarım. Heç kəs mənə belə elə bir insan mənə zəng edib, həqiqətən deyirəm, hamımız mənim üçün dəyərlisiniz. Elə bir insan mənə zəng edib, dedi, dağıtma ailəmi. Dedim, xahiş edirəm da, nə olar? Mən özüm bilsən, sən deyəsən, mən əsəb keçirdəcəm burada. Mən istəmirəm sən kiməsə, yəni ağız verəsən, kiminəsə danışasan, yetər, bəsdir də. Mən diləndim, tutardı. Burada da havada məni eşitir. Səndən xahişim budur ki, anam üçün. Get, onsuz mən sözümü deyəcəm. Sən mənə gəlib desən də ki, Ayaslan, eyb yox, bu səfərdə ki, mən keçməyəcəm o şey. Çünki niyə? Mənə qarşı Aygün indək mənə qaldırmamışım. Mənə bir dənə şirlə vurdu, bax, günəş işığı gildə. Mən gəlmişdim, hissi gələ bilərdim. Çünki sən mənim qapımı bağlamısan, haçarımı vermişsən, qonşu çıxıb gedmişsən. Mənim yerimə kim olsa neyəyərdi? Səhv deyirəm, bunu da deyin səhv deyirəm.
Səhv deyirəm, bunu da deyin səhv deyirəm. Sən ona qarşı gəldin, düzdür, o da sənə qarşı gəldi. Yəni ikiniz qarşılıqda, ikiniz qarşı. Qarşılıqlı oldu da, mən hissimdən gəldim. Yəni oldu da, deyə bilmərəm. Birini əsəb olub. Əsəb olub başımı divara vurardın Aygün. Görürsən, Aslan danışır, sakit, səbirli. Aysaq, Ceyran gəlib qoşulur. Qoy Aslan səbirli, sakit, əsəbli, sakit olaq. Bu xanımın canlısında danışır da. Gör nə gözəl xanım, boş hamını. Ailə dağıtmaq nə deməkdir? Bu xanım birləşdiribsə, Allah canını sağ eləsin, Allah duaları qəbul eləsin. Bu xanım birləşdirib bir qərara gəlin. Aygün, mən səni yenə gəlirsən. Qurban olsun. Görsən boyun. O gücü hiss eləyirsən ki, sən qayıdacaqsan. Çəkmazə. O xanımı yola verəcəksən, əsəblərini cilovlayasan, ailəvə sahib çıxacaqsan, Ceyran ana ilə bir damın altında yaşaya biləcəksən, yəni o gücü özündə hiss eləyirsən. Qəbul eləyir. Biz davamız şavamız yoxdur. Gəzmək deyəcək, özümüzdən aparıb gətirək demişəm. Bəs də gəzmək tutar, gəzməyə getmə. Otur evində. Tutursa ne gəzməyə quyruğundan? Sevdiyə mən deyirəm ki, gedək gəzək. Aslan səsin gəlmir. Səsi bağlı danışır. Hə. Ceyran, qulaq assam bir dəqiqə. Bilməm ki, ay xanım, orucluq günüdür, ailə dağıtmaq, kimsə müdaxilə edir, ailə dağıdırsa, sevinirsə, valla günahdır. Aygün, sən fikrin nədir? Əgər siz, bax bir söz deyim sizə, sizin problemimiz belə baxıram ki, evdə yaşayanlar da Aslanın əslində kasıb olmağıdır problemimiz. Aslanın kasıb olmasa, evə dostunu çağırıb günü onu saxlamaz evində. Çünki Bakıda kirə pulu ödəmək halva deyil. 450 manat kirəndirsə, 50-60 manat işıq pulundur, 50-60 manat qaz pulundur. Lalə xanım bir dənə deyil. Gəlib 500-600 manata çıxır. Ona görə mən onu qınamıram ki, kim nəsə şəhər. Bir dənə məni dinləyin. Azər də bilir, Aslan da bilir ki, bizim evdə işləyən Moykada işləyir. Düzdür, 465 manata kirədə qalıram, amma Moykada işləyir. Mən onda gətirim hansısa kişini salım evə ki, mənə kirə pulu ver. Yox, bir dəqiqə dayanın. Xanım, Aslanla gedək rayonda yaşayaq. Getmir axı rayonda yaşamağa. Bakıda yaşamaq istəyirsən, məcbursan bu şəraitdə yaşamaq. Gedir, rayona gedir. Bugün bir xanım zəng elədi ki, Aslan, bugün bir xanım zəng elədi, özün də bilirsən kimdir. İndi Aygün onu bilirsən. Bıraxma Aslan, bıraxma. Ay gün aşığı, mən, siz necə bilirsən? Sən bəs getdin axı vətəni qorudun, düzdür, qorumadın. Evində də Aygünü qoru da. Yavaş danış, evdə yatan var Aygün. Sən işdə durudaq altıda, siz kefdə olacaqsınız. Mən sənə bir söz deyim. Mən bax deyirəm eşitsində. Dava eləmirəm ki, şavə eləmirəm ki, onun sözüdür ya. Deyirəm, heç kimi qoşmam mən çıxarım. Sabahlarım. Gedək, xoşa-xoşluq. Atan xidmətə mənlə getsin, mən ərzəmi yazım, o da yazsın. İmzamızı ataq, lüsumu mən ödəyəcəm. Ondan sonra öz həyatıdır, azaddır. Mən azad olmaq istəyirəm ki. Mən hər kəsdən uzaq. Bir dənə sənə söz deyim, Aslan. Madəm bu qədər ana möhkəm tuturdun da, ananı atmaq olmaz. Onu biz həmişə sənə deyirdik, düzdürmü? Bəli. Bir ildə sən Aygün əlindən tutub çıxırdın efirdən. Aygün əlindən tutub çıxırdın efirdən. Niyə? Düz deyirsən, niyə? Bu torpaq məsələsindən sonra, bu torpaq məsələsindən sonra sən ananı gətirdin. Xeyr, elə bilirsiniz ki, özün də dedin ki, anam mənim yanımda olsa mənə hər şey kömək olunacaq. Dördümüzün arasında, beşimizin arasında oldu da bu söz. Eşidirsiniz məni, bir dənə qulaq asında. Mənim rayonda otaqlı evim var. Mənə ev ehtiyacı deyil. Mən bugünkü gün mən Aygünə də demişdim, gedək oturaq orada. Aygün dedi, mən orada qala bilmərəm. Mənə vacin idi, burada 350 manat, 400 manat, 500 manat ayaq xərcim çıxsın. Elə o xərcimi orada qazanır, orada gidib, orada bəy balası kimi dolananmazdım. Mənə heç kəsin nə torpağı, nə varı, nə dövləti lazımdır. Əgər yalan deyirəmsə, öz payıma, əgər kimizə malında, kimizə barışmaq istəsə də dili bir qısa öz payıma iş olmalı. Mən kimizə malında... Mən çox danışamıram. Azər, bilirəm, xaş eləm, Azər, xaş eləm. Mən deyib çıxıram. Bax, bu bir ailə, bir boxça deməkdir. Sənin fikrin nədir? Mənim fikrimi deyiləm də, Azər, qurban olum sənə, qardaşım, əziz insan.
Allah sənə can sağlığı versin. Allah o balaca Zarun da tez bir zamanda şəfasını versin. Qurban olum sənə. Mən yenə deyirəm. Başqa dönərəm. Özün bilirsən ki, mən nələr əsəblər keçirmişəm. Gün də bilir ki, bunların söhbəti bitməyən bir şeydir. Mən başıma döyməkdən, mən üzümə döyməkdən. Siz necədir? Deyir ki, mən anası üstündə döyüb. Mən heç kəsi incitməyən bir insan olmuşam. Mən 2 il, 3 il bundan qabaq mənim gəlin gedin ətrafımı tanıyın. Ondan sonra deyin ki, mən necə adamım. Mənim cibimdən patika ilə pul çıxardırdım mən. Mən heç kəsə ağız açmayan bir insan olmuşam. Muhabirlə götürürəm zaten. Yəni yenə deyirəm. Bunu mən sənə demişəm, bu söhbəti sən bu gün orada açıq danışa bilərsən, bu gün müzakirə oluna bilər, sabah müzakirə oluna bilər. Yox, müzakirə qurtardı da, efirdə sabahdan qurtardılar müzakirə. Mən nəyi demək istəyirəm? Mən nəyi demək istəyirəm? Mən bu dəqiqə. Bunu bir Allah bilir, oruçluqdur aydın. Mən nəyisə yalanlaşmam. Mən bu dəqiqə, bəlkə sən deyirsən ki, Günəş deyir ki, 2 gündür, 3 gündür buradadır, dilinə heç bir şey deyil. Yəni, sən özün elədin, mən heç eləmədin. Bir, ikincisi ki, mən dediyimi eləyənsən. Elə başa düşməsinlər ki, Aslan bundan ayrılacaq, gedəcək, həyatın kef damağından yaşayacaq. Xeyr, mən içimdə ölənə qədər də əzab çəkəcəm ki, mənim 2 dənə ailə həyatım oldu. İkisindən birində də yenə qarşı cındırlıq qəhbət olmuyor. Niyə uzadırsan sən bunu? Belə sözlər işlətməyindir. Yox, mən demirəm, eləmirsən elə şeylər. Mən onu görməmişəm elə bir şeydir. Amma mən səndən bir dənə xahişim budur ki, necə iddia qaldığını xahiş elədin ki, gedirəm, mənim kreditimi ödəyəsin, mən gedirəm, ərzəmi verirəm. Bir dəqiqə. Hə, deyir. Gel ora. Mən dedim ki, belə, sabah mən sənə nə deyirəm ki, heç demirəm ki, mən getdim bir günə Asan xidmətə. Orada da ben səslər atmışam, necə olub, el olubdur. Asan xidmətə getmişəm. Niyə uzadırsan ki? Aslan, uzatma. Aslan, bir dənə qulaq as. Mən danışa bilmirəm. Çox sən mənə bilirsən də Aslan, danışa bilmirəm. Bilirsən ki, TikTok adamı deyiləm mən. Sən bir dənə Azərə bax, ay Aslan, gör necə gözəl ailəsi, balası üçün çabalayır, sevda üçün çabalayır, ailəsini qorunmağa çalışır. Sən bilirsən ki, mən Azərgilin qonağıyam, Azər bizdə qonaq olub. Bunu bilirsən də, Azər məni yaxşı tanıyır, mən Azərin evinin içində, yəni evinin içinin insanıyam, bunu bilirsən. Siz də necə? Bizdə sizdə. Siz bizdə, biz də sizdə. Qulaq as, mən danışmam, mən çıxacam. 5 dəqiqəlik vaxt ayırım. Aslan, bir dəqiqə gözlə də, Aslan, gör bir nə deyir, mənim də sözüm. Mənim də sözüm var. Bəs mən də deyirəm ki, hər evdə dava olur, hər evdə şava olur. Sizdən də pis çalışanlar var, sizdən də pis, yəni evdə söhbət olanlar var. Amma möhkəmləşirlər, başa düşürsən? Türklərə bir dənə söz var, insanlar anlaşa